Bugün bəy ifaçılar daha çox muğama üstünlüyü verirlər, yoxsa xanım ifaçılar, yəni gənclərdən söhbət gedir. Bu günləri yəni səslər, məsəl üçün, bax, Milli Konservatoriyamıza daxil olmaq istəyənlər var. Qarabağ Universitetimizin də bizim muğam şöbəsi də var. Yəni orada bugün gənclərdən qızlar mı çox meyillidirlər ora, yoxsa oğlanlar? Deyərdim elə eynidir. Yəni qızlarımız da var, oğlanlarımız da var. Sadəcə olaraq oğlanlar həm kolleclərdə, həm Milli Konservatoriyada ustadlarımız da qeyd edir. Onun keçid devrində olurlar. Bəli. Elə fərdidir də, elə ifaçı var ki, səsi tez açılır, elə ifaçı var, gec açılır, elə ifaçı var ki, gedir hərbi xidmətə, sonra gəlir, qəbul olur. Yəni onlarda səs normal olur. Amma qız ifaçılarımız onlara nisbətən daha aktivdirlər, çünki səsləri o formada olur. Yəni axın çoxdur. Bu da ondan irəli gəlir ki, o müsabiqələr nəticəsindədir ki, yəni nəinki konservatoriyanın tələbələri, kollecin tələbələri, axın ustadlarımıza məşğul olmaq istəyən, fərdi məşğul olmaq istəyən o qədər ifaçılar var ki, çoxdur. Təyyar müəllim, o tələbə sayılmır axı. Bu günləri 3 gün gedirlər Samir Cəfərovun yanına, gəlir deyir, mən Samir Cəfərovun tələbəsiyəm. Yox, 3 günlükdən danışmırıq. Ya da Zabit müəllimin yanına. İndi sizin də yanınıza gəlirlər də. Bir dəfə gəlirlər ki, bir dənə şəkil çəkdirsinlər. Hə, mən getdim Təyyar müəllimin yanına, şəkil çəkdirdim. Məsələ yox, amma istəyirlər də sizdən. Onda o, məsələ, o nəticəni görəndən sonra şəkil çəkdirmək olar da. Yoxsa elə hər gələndən şəkil çəkdirmək ona görə deyirəm də, birinci bunu qoymaq lazım ki, sən burada şəkil çəkdirməyə gəlməmisən də.